Və bizim bir təşəkkürümüz də var Akşin bəyə. Məhz pro musiqi alətlərinə bunun bir səsi gəlsin də. Talih, sən haradasan? Niyə gəlmirsən qardaş bura? Gəl bura görüm. Gəl bura və... Ay, Akşin bəy gəldi. Verin mənə oradan mikrofon. Tamam. Salamlayırıq Akşin bəy sizi. Necəsiz? Hər dəfə Akşin bəy deyirik. Bu dəfə də üzünü görün. O kimdir qardaş? Satıcı meneceridir. Gəl bura. Qoyun da salamlayaq. Talih, hər dəfə təşəkkür eləyirik. Verin mənə mikrofonu. Hər dəfə təşəkkür eləyirik. Deyirsən ki, endirimlər edib bizim musiqiçilərə də. Keyfiyyətlidir musiqi alətləri orada. O heç, digərləri. Hamısı keyfiyyətlidir. Bəli. Onda siz də müraciət edə bilərsiniz. Buyurun, salamlayın sizi. Salam, hər vaxtınız xeyir. İlk növbədə dəyərli aparıcımız Zaur bəy, sizi salamlayıram. Burada əyləşən dəyərli qonaqları və bizi izləyən tamaşaçıları. Biz Pro Music mağazası olaraq sadəcə bizə gələn müştərilərə alətlər satmırıq. Ora gələn müştəri heç vaxt, heç bir halda əli boş qayıtmır. Çünki musiqidən ümumiyyətlə anlayışı olmayan bir insan belə bizim musiqi mağazasına gələndə orada istədiyi bir alət barəsində dolğun bir məlumatla geri qayıdır. Musiqi ümumiyyətlə elə bir şeydir ki, insanda öncəliklə həvəslə yaranır, daha sonra isə istedada çevrilir. Biz də buna şərait yaradırıq. Ona görə də bizi bura dəvət etdiyiniz üçün təşəkkür edirəm. Maşallah, bu doğrudan yaxşı işdir da, elə danışdı. Akşin bəy, mikrofonu yaxın tutun. Bizim adımızdan gələndə indirim edirsinizmi? Onda bir kampaniya verin də buradan, bir neçə faiz edə bilərik? Zaur bəyin adından kim gəlsə yeni il kampanyasına. Neçə faiz? 10%. 10% endirim. Gəlin bir dənə yeni il vaxtı, bir 10 günlük 15 edək. Bizə görə. Sağlaşarıq edəyək. 15%. Əziz musiqiçilər, musiqi sevənlər, musiqi alətlərini əldə eləmək istəyən insan yalnız yeni il ərəfəsində, yəni mən 10 gün dedim, indi 5 gündə edə bilər, 15% olsun. İnşallah. O 5 gündə özləri təyin eləyərlər, biz də efirdən səsləndirərik. Yenə də mən salam. Bura var olasın. Mənə eşitdim, hədiyyə gətirmişsiniz. Bəli, Zaur bəy gözəl bir Pro Musicdən De Silva olan bir... Bu mənimdir. Elektro klasik gitar. Ay, nə gözəl, klassik. Yəni bütün brendlər Pro Musicdə olduğuna Filmindəki şeyi arzulayıram. Ay, nə gözəl. Tokla işləyən gitaradır. Yox, tok da var. Elektro. Yəni bu gitara Pro Musicdə hər kəs əldə edə bilər. Yeni modelli Azərbaycanda bu, yəni bu bizdə mövcuddur bu. Bunu mənə verirsiniz, yoxsa sonra alacaqsınız? Yox, bu sizə hədiyyədir. Sonra almayacaqsınız. Ay, təşəkkürlər, var olasınız. Pro Musiqə, Akşin bəy, sizə, bütün komandanıza da təşəkkürümü bildirirəm. Çox sağ olun. Gətirərəm. Yox, gözlə. Çox sağ olun Akşin bəy. Var olasınız, çox sağ olun. Təşəkkürümüzü bildiririk. Talih qardaşım, siz də sağ olun. Bütün musiqiçi qardaşlarımızı mən də salamlayıram. Sənətçi qardaş Elməddin bəy. Var olasınız. Hamınızı salamlayırıq. Çox sağ olun. Təşəkkürlər. Demək, siz bunu ifa eləyə bilirsiniz. Olur. Tamam, görüm neyə bilirsiniz. Amir ifa eləyə bilir. Onu Amir bəy ifa edir də, mən işğam yox. Amir eləyir də. İstədiyi bu yandan sonra inşallah zəhmətimiz olacaq. Baxaq. Ala bilək. Qardaş, bu köhdür. Bu köklənməlidir doğrudan əslinə qalsa. Yox, köhdür. Kökdə, heç olmaz. Ver mənə, qardaş. Ay, qardaş, ver buradan. Bir şey verdin, alamırsan.